Diqqət edin, bugün sizə çoxlarının bilmədiyi bir həqiqəti demək istəyirəm. Son aylarda bölgəmizdə baş verən hadisələr təsadüf deyil. Bunlar böyük bir planın addım-addım həyata keçirilməsidir. İsrailin yaxın şərq üçün hazırladığı mənfur plan artıq İran mərhələsinə çatıb. Əgər aylardır etdiyim açıqlamaları və xəbərdarlıqları izləyirsinizsə, bir şey açıq görmüşsünüz. Mən hər dəfə İsrailin atacağı növbəti addımı əvvəlcədən demişəm. Sonra isə zaman keçdikcə həmin addımların bir-bir gerçəyə çevrildiyini hamımız görmüşük. Biz əvvəldən demişdik ki, ilk mərhələdə İsrail İrana hücum edəcək, ölkənin dövlət qurumlarını və əsas obyektlərini hədəf alacaq. Elə də oldu. Sonra demişdik ki, İsrail Cənubi Azərbaycan xalqının milli hisslərindən və müqəddəs arzularından sui-istifadə etməyə çalışacaq. İranın parçalanması planını da məhz bu hisslər üzərindən irəli aparacaq. Bu da baş verdi. Biz bunu da demişdik ki, müharibənin ikinci mərhələsində Kürd silahlı qüvvələri, terror qrupları və IŞİD ünsürləri İraq vasitəsilə İrana daxil ediləcək. Xüsusilə də Cənubi Azərbaycan bölgəsinə. Bu proses bugün artıq başlamış vəziyyətdədir. Biz bir şey də demişdik. Əgər bu plan bu mərhələyə qədər irəliləyə bilsə ki, Türkiyə dövləti müəyyən qədər bunun qarşısını alıb, onda növbəti addım daha təhlükəli olacaq. Onlar Qərbi Azərbaycanda yaşayan Kürdlərlə Türkləri bir-birinə qarşı qızışdırmağa çalışacaqlar. Məqsəd isə çox aydındır, qanlı qarşıdurma yaratmaq. Belə bir qarşıdurmadan sonra isə planın növbəti mərhələsi başlayacaq. Cənubi Azərbaycan xalqı, yəni biz məcbur qala bilərik ki, Azərbaycan dövlətinə müraciət edək və deyək, bizə kömək edin, gəlin bizi qoruyun. Belə bir müraciət əsasında Azərbaycan ordusunun İrana daxil olması və Cənubi Azərbaycanda yerləşməsi üçün şərait yaradıla bilər. Bundan sonra isə Türkiyə ordusunun haqlı olaraq bölgəyə daxil olması üçün zəmin hazırlanacaq. Bu isə 3 səbəblə əsaslandırılacaq. Birincisi, qardaş ölkə Azərbaycan ordusuna yardım etmək. İkincisi, İrandakı türklərə humanitar yardım göstərmək. Üçüncüsü, Kürd terror qrupları və İsrailin bölgədəki proksi qüvvələri qarşısında Türkiyənin sərhəd təhlükəsizliyini qorumaq. Baxın, diqqətlə baxın lütfən. İsrailin bu mənfur planı addım-addım həyata keçirilir. Amma burada çox mühüm bir məsələ də var. Türkiyə dövləti bu planın fərqindədir və ağıllı, soyuqqanlı və güclü siyasətlə mümkün olduğu qədər bu planın qarşısını almağa və onu ifşa etməyə çalışır. İsrail hər dəfə Türkiyə tərəfindən bəzi planlarının pozulduğunu gördükcə İran daxilindəki proksi qüvvələrindən istifadə edərək ictimai rəyi zəhərləməyə çalışır. Məqsədi isə çox aydındır. Azərbaycan dövlətini İranla qarşı-qarşıya qoymaq. Naxçıvana atılan pilotsuz uçuş aparatları da bu planın yalnız kiçik bir hissəsidir. Bir məsələni də açıq demək lazımdır. Molla diktatora rejiminin Azərbaycan düşməni olması heç kimə sir deyil. Amma bugün İranda vahid və güclü dövlət strukturu faktiki olaraq mövcud deyil. Hakimiyyət bir neçə fərqli qrupa bölünüb. Rəsmi və hüquqi baxımdan əsas hökumət hər nə qədər zəif və səmərəsiz olsa da Pezeşkiyan hökumətidir. Mən tam əminliklə deyirəm ki, Naxçıvana edilən son hücumun bu hökumətlə heç bir əlaqəsi yoxdur. Bu hadisə İsrailin daha böyük planının yalnız kiçik bir hissəsidir. İran isə çox yaxşı bilir ki, xüsusilə indiki şəraitdə Azərbaycan dövlətinə hücum etmək üçün nə iradəsi var, nə də gücü. Biz isə Cənubi Azərbaycan türkləri şübhəsiz Azərbaycan dövlətinin yanındayıq. Biz Türkiyənin strateji siyasətini dəstəkləyirik. Azərbaycan dövləti bizim dövlətimizdir, Azərbaycan bayrağı bizim bayrağımızdır. Eyni zamanda bölgəmizi qana çəkmək istəyən İsrailin kirli siyasətləri ilə qətiyyətlə müxalifik.